Doğru bildiyimiz yanlış südə sirkə və limon suyu əlavə olunaraq sürdürülməsindən alınan kəsmik. Bilirsiniz ki, 1 yaşa qədər körpələrə südün verilməsi tərkibinin ağır olması baxımından məsləhət deyil. Bəs bilirsinizmi, südü sürdərkən hazırladığınız kəsmik ilə südün özüdür. Südün tərkibində əsasən 2 növ zülal var, kazein və zərdab zulalları. Südü sürdərkən kazein zulalları topa halına gəlir və çökür, buna kəsmik deyirik. Zərdab zulalları isə mayedə qalır. Qısacası kazein kəsmiyə, zərdab suya çevrilir. Bu kəsmik körpəmizə niyə olmaz? Limon suyu və sirkə ilə hazırlanan kəsmik asidlidir və körpə mədəsi tam inkişaf etmədiyi üçün turşuluq artır, mədə narahatlığı və qıcqırma baş verə bilir. Zülal tərkibə ağırdır, həddən artıq kazein böyrəklərə və həzm sisteminə lazımsız yük yarada bilər. Qatıqdan kəsmiyin hazırlanması zamanı təxminən eyni proseslər baş versə də, süddən hazırlanan kəsmikdən daha etibarlıdır. Əgər körpənin ayına uyğun ölçülərdə versəniz. Məndən ən etibarlı kəsmiyin hansı olduğunu soruşsanız, qatığın süzülərək əldə olunmasından alınan kəsmik deyərdim. Yəni hamımızın bildiyi süzmə.